BMW-miz bir dənə burada bizi gözləyir, F10-dur. Bundan əlavə olaraq qabaqda bir dənə F30-muz var, bir dənə də burada Mercedes-imiz var. Bu Mercedes-də problem nədir? Bunlar 3.5 motorlardır və yüksək təcili farsonkalardır. Baxmayaraq ki, turbo motor deyil, amma bunlar yüksək təcili farsonkalardır. Deməli, bunlarda farsonkalarda problem var. Bunu söktük. GI motordur da bunlar demək olar ki, yəni yüksək təcili farsonkalara sahibdir. Piezo elementinə sahib farsonkalara sahibdir bu avtomobil. Deməli, bu avtomobil farsonkaların 6 silindirdir. 6-sını da qoymuşuq farsonkalar sistemində. Baxın, hərəsi bir cür verir. Biri çox verir, biri az verir, biri çox verir, bu da çox verir. Bu az verir, bu da 10 milli çox verir. Deməli, bu avtomobildəki bütün farsonka problemini aradan qaldıracaq. Bundan əlavə qardaş, deməli, farsonkanı kim söküb, necə sökübsə, çox küstər üsulla söküblər. Farsonkanın bəzilərinin boltu heç bağlanmayıb. Kollektorun hamısı germetika. İndi bu problemi aradan qaldıracaq. Bu avtomobildə nə problem varsa, sveçalarda hamısı da problemli formada qaz buraxılır. Orijinal sveçalarını əvəz edəcəyik. Bütün yanacaq sistemini də yuyacağıq. Qardaşda deməli silindir 5 və 6-da problem var idi. Onun şikayətinə yaxınlaşmışdı. Bunu da düzəldib təhvil verəcəm inşallah. Sonra da digər avtomobillərə. Kimin ki avtomobilində problem var, bizim servis seçib yaxınlaşa bilərlər. İzləmədə qalın.